Dələmədən İlham Əliyevin Petuq oğlu Heydər Əliyev. Buna bak Petuq oxşur. Bak dodağı da o şeydə olur ya, o Qurtlar Vadisində var ya, o yandırmaqdan xoşu gəlir. Yılmaz, bunun ateşi nətər olsun, o da deyir, bol olsun. Hemen o nə? Qurtlar Vadisində onu oxşur bak. O uğraş oxşur bak. Sifətə baxın siz, Allah sifətə baxın. Yılmaz. O qədər bizən yiyib, sifat da yağ. Baba sifətə bax, yağdır, yağı sifət quymaqdır. Yeri gəndə xəstə olsa da canı, yaxşı yedirdirlər, keyfiyyətli yedirdirlər. Bax, donuza oxşur, bax, donuza. Erməni donizine oxşur, bax, erməni donizine. Erməni donuzu orada iş adamlarla prezident az saytı da paylaşır. Erməni donuzu bu balaca Heydər Əliyev, şeyi durmayan Heydər Əliyevin özü durub gəlib, nəyə gəlib ora iştirak edir, nə iclasdır bu? Gəlin bir baxa, bu kimdir, nədir bu? Bu nədir bu, nə poxdur? Bu kimin şeyinin başıdır? Bu hansı səlahiyyət sahibi kimi gəlib ora? Ha, bu petuqların arasına. Elə bunlar da petuqdular hamısı. Sağ əməlli özünü tanıyan İlham Əliyevə salam verməz. Bundan hələ sabah incəliyinə kimi danışacağım, amma bu gün də baxın. İzləyicilər, çox xahiş edirəm, Allahını sevən efirimi bəyənsin. Bugün İlham Əliyev İsveçrədə Davosda keçirilən Davos forumuna gedib və Şəhidlər Xiyabanına gəlməyən Mehriban Əliyeva da özü ilə İsveçrəyə İlham Əliyev aparıb özü ilə. Və Mehriban Əliyeva nə də o Petuq Heydər Əliyev, nə də cırcırıqlar Şəhidlər Xiyabanına getməmişdilər. Amma İsveçrədə Davosdaydılar. İndi gəlin görək nə çöplədilər orada. Həmçinin İlham Əliyevin oğlu Heydər Əliyev də həmin forumda Davosda iştirak edir. İlham Əliyev oğlunu tədbir iştirakçılarına mavini kimi, vitse-prezident kimi təqdim edibdir. Baxın ha, İlham Əliyev vitse-prezident kimi təqdim edib. Çox güman oğlu olduğunu da gizlətməz. Mehriban Əliyevanı isə vitse-prezident, oğlunu isə vitse-prezident, yəni ölkənin 3-cü vitse-prezidenti kimi təqdim edib. Bax o, deməli İlham Əliyev 1-ci prezident, vitse 2-ci prezident, arvadı 3-cü prezident kimi oğlunu təqdim edib. Allah Allah Allah. Mehriban Əliyeva, Petuq Heydər Əliyev və İlham Əliyev. Hər biri orada müxtəlif şirkət rəhbərləri ilə görüş keçiriblər. Lakin onların əsas məqsədi Trumpla görüşmək, şou yaratmaq və şəkil çəkdirməkdir. Bunun üçün artıq İlham Əliyev Trumpla şəkil çəkdirmək məqsədi ilə İsrail lobbi, Yahudi lobbisinə 30 milyon dollar veribdir. Bir dənə köməkliyin Trumpdan mən şəkil çəkdirib. Artıq ciddi vəsait, çox ciddi vəsait xərcləyib və təxminən bir dənə şəkil çəkdirmək planlaşdırılır. Trump bu qədər pulla kifayətlənəcəkmi? Yoxsa kifayətlənməyəcəkmi? Bu hələlik məlum deyil. Bu sabah bilinəcək. Yahudi lobbisi Trump'a 30 milyonu hesabına götürəcəkmi? Yəni ki, Trump onu qəbul edib İlhamla şəkil çəkdirəcəkmi? Çəkdirməyəcəkmi? Bunu sabah biləcəyik və görüşün detalları, burada olan bəzi məxfi məlumatlar hamısı sizə sabah veriləcək. Bu görüş barədə sabah fırtına qopardacağım. Bizim adamlarımız da oradadır. Narahat olmayın. Küçə ticarətinlə məşğul olanların malını yığdılar. Bax belə yığdılar. Mehriban Əliyevaya apardılar. Baxaq. Bu çəkib yaralar üçün nəzərdə tutulur. Vətəndaşlar üçün ara başlar. Vətəndaşın piyadası ikisi satırsansa, bu sənin deyil. Bu sənin deyil. Burada aparma xahiş. Belə çeyin, topla. Xahiş edirəm, özün apar. Özün belə qoy, özün apar. Zəhmət olsa özün apar. Apar qaldı bu. Kömək edin ona. Bu video görüntüdəki bir məqam barədə sonra danışacağım. İndi isə Sumqayıtda kiçik bir müşahidə aparaq görək ki, ümumiyyətlə bu şəhərdə küçə ticarəti var, yoxsa yoxdur. Bəli, bu bizim qısa müddətdə Sumqayıtda görüb çəkdiklərimizdir. Yəqin ki, müşahidələrimizi davam etdirir. Demək ki, küçə ticarəti Sumqayıtda eninə boluna var. Sadəcə pulumu verməlisən köləmal töhmək üçün. O keçəl var ha, o keçəl. Öncə bir məlumatı çatdırım sizə. Sumqayıt şəhərində küçə ticarəti ilə məşğul olan vətəndaşlara qarşı baş verən hadisələr ciddi ictimai narazılığa səbəb olub. Bildirilir ki, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən küçə ticarəti ilə məşğul olan şəxslərin malları heç bir rəsmi sənəd, məhkəmə qərarı və ya qanuni əsas təqdim edilmədən müsadirə olunurmuş. İcra hakimiyyətinin əməkdaşı tərəfindən vətəndaşın meyvələri zorla əlindən alınaraq şəxsi avtomobilə yüklənib və bu hal vətəndaşların gözləri qarşısında baş vermişdir. Sumqayıt şəhərində kiçik mağazalarda daxil olmaqdan küçə ticarəti, bazarları, köşklər, eləcə də müəyyən tikinti və icarə fəaliyyəti Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, onun mavini Akif Quliyev və Akif Quliyevin şoumen qardaşı DSX rəisi general polkovnik Elçin Quliyev vasitəsilə nəzarət həyata keçirilir. Bu video kadrlarda göründüyü kimi icra hakimiyyəti işçiləri küçə ticarəti ilə məşğul olanlara, meyvə satanlara və digər təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə hücum edərək onların əmlaklarını müsadirə edir. Həmin əmlaklar sonradan Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Akif Quliyev və Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında bölünür. Arasında bölünür deyirəm ha? İndi gör nə deyəcəm. Hər ay köşklərdən, bazarlardan və küçə ticarətindən yığılan rüşvətin 70%-i Paşa Holding vasitəsilə Mehriban Əliyevaya çatır
Qalan hissəsi isə 3 şəxsin arasında bölünür. Kürt mafiyası 3 şəxsin arasında. Biri budur. Akif Quliyev. Bu Peysər oğlu Peysər. Ana südü yox, Valik südü əmən Akif budur. Mavin. Bu isə icra başçısı, evində Valik saxlayan Zakir Fərəcovdur. Bu isə bandanın başında duran Elçin Quliyevdir. Baxın. O keçəl də bunların adamıdır. Ha, bunun adamıdır bu. Bu Valik'in südünü əmən. Mən dünən yayımladım, bunun malını qaytarıb veribdir və üzr istəyir. Amma bu keçələ deyirəm. Bu keçəl nə işə baxır bilirsiniz? Öz sifətindən Kürdə oxşuyur, beylərlərə oxşuyur, Robertlərə. Bu Sumqayıtda nə işə baxır? Sadəcə mağazinin qabağına mal tökən adam pul verməlidir. Aylığı 400-500 mağazininə görə pul verməlidir. Yəni bu keçəl ancaq onlara baxır. Kim də pul verməyib mağazinin qabağına mal tökəcəksə, keçəl gedib o malları müsadirə edir, əlindən alır. Baxın, adamın işinə baxın. Və onu da nəzərinizə çatdırım təkrar. Bütün Avropa ölkələri, Gürcüstan daxil olmaqdan, postsovet məkan ölkələri, Pribaltika, Avropa ölkələri, hamısı küçə ticarəti var və mağazinin qabağına mal tökülmə var. Heç bir rüsum ödəmədən mal tökürlər. Liboy market mağaza. Sadəcə İlham Əliyev xalqa zülm eləyir.